Salam, hər vaxtınız xeyir. Bugün sizinlə biz Quantifiers mövzusundan Kaspi test kitabındakı 67-ci suala baxacağıq. Sualda bizdən choose a correct variant, düzgün variantı tapmamızı istəyir. Görürük ki, sualda bizdə so və saç qaydası var. Biz bilirik ki, so və saç dilimizə elə belə kimi tərcümə olunur. Sodan sonra sifət zərf, saçdan sonra isim qruplar gəlir. Sodan sonra isim gələ bilərmi? Bəli, gələ bilər. Bu iki qayda da bizim qarşımıza çıxa bilər. Birinci qayda sodan sonra əgər many, much, few, little görürüksə ondan sonra isim gələcək. İkinci qayda isə sodan sonra adjective plus article plus sayıla bilən tək isim gələrsə sodan sonra isim gələ bilər. Baxaq birinci sualımıza. Görürük ki, burada so a few foreign tourists. Ən birinci biz bilməliyik ki, uşaqlar, sodan sonra article gəlməz. Axı biz dedik ki, sodan sonra sifət zərf gəldiyinə görə necə article gələ bilər? Biz soda yalnız iki qaydada isim gəlməyini görəcəyik. Və soda dedik ki, sodan sonra many, much, few, little gələrsə ondan sonra isim gələr. Lakin burada a few var. Ona görə birinci variantımız yanlışdır. İkinci variant. Such a big group of the singers. Bu tamamilə doğru bir birləşmədir. Nəyə görə bəs deyəcəksiniz ki, burada singers var, article işlənib. Ona görə ki, uşaqlar, camp adla birləşməsində biz ikinci isimə görə müəyyənləşdiririk. Sayıla bilən isimsə article işlədəcəyin, sayıla bilməyən isimsə article işlətməyəcəyin və yaxud da cəmdədirsə article işlətməyəcəyin. Lakin görürük ki, burada of var. Camp adla birləşmələrin içərisinə, daha doğrusu daxilinə of və apostrof s daxil olarsa, biz ofdan və apostrof s-dən əvvəlki isimə görə təyiniciləri müəyyənləşdiririk. Görürük ki, burada ofdan sonra qrup sözü gəlib, qrup isə sayıla bilən tək isimdir və qarşısında adjective var. Buna görə də artiklımız işlənəcək, lakin qrup sözünə görə, singer sözünə görə yox. Buna görə ikinci variantımız doğrudur. Baxaq 2-yə. So few historical event. Deyəcəksiniz ki, tamamilə doğrudur. Sodan sonra few gəlib, ondan sonra isim işlənə bilər. Bəli, uşaqlar, doğrudur birləşmə so few. Lakin event sözü sayıla bilən tək isimdir. Buna görə sodan sonra biz deyirik ki, hər zaman plural countable gələcək. Yəni sayıla bilən isim hər zaman cəmi gələcək. Buna görə məhz burada event sözündəki s olmadığına görə üçüncü variantımız da yanlışdır. Baxaq 4-ə. 4 birds and the nest. Uşaqlar, biz bilirik ki, demonstrative pronounlar these, that, these, sus. Həmçinin the same və saşa bura daxildir. Zətdən sonra hər zaman tək isim gəlir. Lakin biz görürük ki, burada quşlar sözü cəmdədir və qarşısına təyinici olaraq tək determine işlədir. Daha doğrusu demonstrative pronoun işlədir. Buna görə dördüncü variantımız da səhvdir. 5-də isə another glass of the beer. Tamamilə doğrudur. Another dilimizə başqa biri kimi tərcümə olunur və özünün sonra sayıla bilən isimin təki gəlir. Cəm isim də gələ bilər qarşına. Bu daha üst siniflərdə keçirilən bir qaydadır. Və o zaman dilimizə another sözü əlavə kimi tərcümə olunur. Ondan sonra cəm isim gələ bilər. Burada da 5 doğru olduğuna görə bizim doğru variantımız B variantıdır.